şair də yaxşı deyib. Xalqimin toy kimi bir adəti var. Ramiz Teleşkan'a Bu belki gözəl adətinə hörməti var. Qədim zamanlardan bu günədək Azərbaycan xalqının milli adət-ənənələri sırasında toy mühüm dəyərlərdən hesab olunub. Hazırda el şənlikləri ötən dövrlərdə olduğu kimi 3 gün, 3 gecə keçirilməsə də daha müasir və dəbdəbəli şəkildə təşkil olunur. Dəyişən isə bu məclislərə edilən dəvətlərin, daha dəqiq desək, dəvətnamələrin formalarıdır. Bir neçə il bundan əvvəl toya və ya xınayaxtıya dəvətnamələr belə kağız formatında hazırlanırdısa, indi daha çox belə onlayn olanlara üstünlük verilir. Bəs görəsən fərq nədədir? Müasir dəvətlər ənənəvi üsulu sıradan çıxarır? Onlayn məncə daha yaxşıdır, çünki necə deyim, bir qapıdan qapıya gedib dəvətnamə verməkdənsə onlayn məncə daha yaxşı olar. Gərək dəvətnamə göndərilsin, ya evə gəlsin, get-gedə ünsiyyət təmiz aradan götürülür ona görə. Onlayn düzgün deyil. Fikirlər müxtəlifdir, elə dəvət üsulları kimi. Nə qədər tarixə qovuşduğunu düşünsək də, dəvətnamələrin hazırlanması və satışı ilə məşğul olan kifayət qədər məkanlar da var. Adam var deyir ki, bir dənə xatırlatma olsun, şəkil variantı kimi, atkırtka kimi bir şey olsun. Nə bilim, adam var gəlir deyir ki, məsələn, zalımın afarmeniyası, pərdəsi falanı budur, nə bilim, xonçalarımızın rəngi budur. Ona uyğun da bir kombinasiya istəyirlər. Kağız dəvətnamələrdə onun kimi, yəni adam gəlir, modelə baxır, orada da zövqdür. Adam deyir ki, məsələn, çox sadə bir şey istəyirəm. Elə bir model var ki, baxırsan ki, 10 cm-nin 20 cm bir kağız parçasıdır. Bəzi şadlıq evləri isə hələ də müştərilərə ənənəvi dəvətnamələr təklif edir. Qiymətlər isə dəvətnamələrin növünə və sayına görə dəyişir. Məsələn, 50 qəpiyə var, 1 manata var, 2 manata var, dəvətnamə var 10 manat. Belə yoxdur, istəyə yoxdur, amma onlayn düzəltdirir öz ideyasına uyğun, dizaynına uyğun. İndi məsələn, hər toy yəzinə lazım olur uzaqbaşı 10 dənə, 5 dənə olur, istəyirlər, birdən müraciət edirlər ki, yəni bizə lazım deyil, adam var, kağız dəvətnamə verməliyik, onlayn göndərəmirik. Bundan başqa, dəyişən sadəcə şənliklərə dəvət üsulu deyil. Əvvəllər nəmər siyahıya yazdırılırdısa, müasir dövrdə bu konvertlərlə əvəzləndi. Hətta son dövrlərdə kartdan karta nəmər köçürənlər də var. Hər halda müasirləşmək və dünyanın inkişaf etmiş ölkələri ilə ayaqlaşmaq lazımdır. Amma bütün bunların fonunda milli dəyərlərimizi, xüsusilə də adətlərimizi unutmamalıyıq. Axı toylar bizim milli adət-ənənələrimizi yaşatdığımız el şənlikləridir. Aydan Əliyeva, Emin Tağıyev, Çinarə Vaqif, Telesəhər.